Həyatımızda niyə görə xoşbəxt ola bilmirik? Əslində əsas məqsəd həyatın dolğun olmasıdır. Lakin bir anda hər şeyi edim, hər şeyi çatdırım, həyatımı doldurum, bizi tükənmişliyə gətirib çıxardır. Eyni anda hər yerdə effektiv olmaq mümkün deyil. Buna görə də prioritetləri düzgün müəyyən etmək çox vacibdir. Bunun üçün nə edə bilərik? Xoşbəxt həyatımıza ilk addım atmaq üçün nə edərik? Bunu addımlara böləcəyik. İlk addım balans çarxını etməkdir. Balans çarxının yükləmək linkini aşağıda bərkidəcəm, oradan baxıb yükləyə bilərsiniz. Balans çarxında görəcəksiniz ki, sahələr var. Bu sahələr sizin həyatınıza aiddir və 1-dən 10-a qədər qiymətləndirmə var. Hər sahəni qiymətləndirəcəksiniz. Hamısını qiymətləndirəndən sonra baxacaqsınız, ən aşağı qiymətə sahib sahələr hansılardır? Tutalım ki, məndə bu olsun karyera, dostluq və sevgi münasibətləri. Birində 2, qalan ikisində isə 3 qiymətini yazmışam. Demək ki, onların üzərində işləyəcəm. Bu, bizim ən çox enerjimizi alan 3 sahədir. İkinci addım, təmiz A4, 3 dənə vərəq götürürük və hər vərəqi o sahəyə aid olan bir vərəq edəcəyik, ona ayıracağıq. Götürdünüz birini, yazdınız. Məndə sevgi münasibətləridir, yazdım, sevgi münasibətləri. Və orada mən başlayıram düşünməyə və yazmağa. Sevgi münasibətlərində məni qane etməyən nələr var və mən nələri dəyişmək istəyərdim. Bir yazırsınız, ürəyiniz istəyən kimi, ürəyiniz istəyən qədər yaza bilərsiniz. Orada 5 punktda ola bilər, orada 50 punktda ola bilər. Nə varsa hamısını oraya yazırsınız. Qalan 2 sahəyə də həmçinin hər birinə ayrı bir siyahımız alınır. Bunlar bizim ağrı nöqtələrimiz olacaq. Növbəti addım normalda bu bənlərin üzərində işləyib onları dəyişmək cəhdidir. Lakin bunu tək başına etmək çox çətindir. Niyə görə? Çünki bizim psixikamızın müdafiə mexanizmləri var və onlar çox güclüdür. O müdafiə mexanizmləri bizi ağrıdan qoruyur. Və bu müdafiə mexanizmləri sizin uğursuzluğunuzun əsl səbəblərini sizdən gizlədə bilər. Sanki bir filtr kimi işləyir və kənardan başqa bir insana çox aydın görünən bir məsələ sizi üçün tamamilə görünməz qala bilər. Və beynimiz vərdiş etdiklərimizə can atdığı üçün eyni ssenariləri təkrarlamağa meyilliyik. Misal üçün, yəqin ki, hamımızın ətrafında elə bir insanlar var və yaxud sizin öz başınıza da bəlkə bu gəlib, bir xanım və yaxud bir bəy sürəkli olaraq eyni qaydada, eyni ssenaridə uğursuz münasibətlər qurur. İnsanlar dəyişir, tutaq ki, bir bəydirsə, hər dəfə xanımlar dəyişir, amma eyni ssenari üzərində onun münasibətləri addımlayır, davam edir və kəsilir. Bu da sırf mən dediyim səbəblərdən baş verir. Çox vaxt düşünürük ki, başımıza gələnlər sadəcə təsadüfdür və ya bunu çox insandan, çox yanıma seansla gələn insanlardan eşidirəm. Ətraf belədir. Ətrafdakı insanlar belədir. Lakin o insanları siz həyatınızda özünüz seçirsiniz, düzdürmü? Və niyə görə eyni ssenari yaşayırsınız? İndi artıq bunun cavabını bilirsiniz. Beyin tanış olan hər şeyi təhlükəsiz kimi qəbul edir. Ağrılı nəsə olsa belə, köhnə ssenarilər beynimiz üçün tanışdır deyə onları yenidən yaradır. Burada nə etməli deyəcəksiniz? Biz düşüncə tərzimizi və etdiyimiz seçimləri, atdığımız addımları, verdiyimiz reaksiyaları dəyişməyənə qədər heç bir şey də dəyişməyəcək. Həyat eyni hadisələri fərqli qablaşdırmada sizə sunmağa davam edəcək. Bəs düzgün suallar həyatımızı necə dəyişə bilər? Misal üçün, niyə bu mənim başıma gəlir? Yox, çünki bu bir qurban mövqeyidir. Bu vəziyyət mənə nəyi öyrədir və mən burada nəyi dəyişə bilərəm sualıyla əvəz etdiyimizdə beynimiz yeni neyron əlaqələri qurmağa başlayır. Düzgün suallar diqqətimizi problemlərdən həllə, qorxudan imkanlara yönəldir. Suallarımız dəyişdikdə düşüncələrimiz, sonra isə seçimlərimiz də dəyişir təbii ki. Seçimlərimiz dəyişəndə isə bu bizim real həyatımıza birbaşa təsir edir. Balans çarxını edib və dəyişmək istədiyiniz məqamların siyahısını yazandan sonra enerji sızmasını hardan baş verdiyini gördüyünüz üçün dəyişikliklər üzərində şuurlu şəkildə işləyə bilərsiniz. Müstəqil analiz təbii ki, çox gözəl bir ilk addımdır. Lakin dərin iş müdafiə mexanizmlərinin neytrallaşdırılması və negativ ssenarilərdən çıxış strategiyasının qurulması üçün kənardan peşəkar baxış lazımdır. Bunun üçün seanslara yazıla bilərsiniz. Sizin şəxsi dəyişiklik planını hazırlayaq. Sizi YouTube kanalında görməyə çox şad oldum. Neçə vaxtdır artıq kanalda heç bir video paylaşım etmirdim uzun videodan. Yəni söhbət gedir və düşünürəm çalışacağım ara sıra belə qısa, lakin çox faydalı olan
videoları editləyib sizin üçün paylaşım. Hansı mövzularda video istəyərdiniz, şərhlərdə bölüşün. Belə dostlar, növbəti videolarda görüşənə qədər. Bye bye. Normal məsələ.